Bir gün hazırlamışam quzu ətindən şorba. Çox sevirik. İndi də iftar vaxtına əladır. Ətin keyfini götürürük. Deməli, soğanı qızartırıq tavada. Mən soğanı qızardanda həmişə duz tökürəm və sarı kök. Belə çox yaxşı olur. Sonra pomidor qatırıq. Deməli, soğanın dadı hiss olunmasın. Mən həmişə blenderını vururum. Məndə uşaqlar xoşlamırlar. Kök qatırıq. Ara bir balqar biberi də qatıram. Deməli, yumru düyü qatdım bir ovuc. Sonra belə bulyona qatıram. Soğanı, kartofu. Çox dadlı supda, şorbada. Göyərti, zövqə görə qatıram. Həmişə kişniş qatıram. Çox dadlı çıxır. Ən əsas ki, soğanın dadı hiss olunmur, yoxsa uşaqlar yeməyəcəklər.